Uşaqlar, deməli biz bu gün sizinlə rasional kəsrlər mövzusunun birinci bölməsinin suallarına baxacağıq. Hər tipdən bir dənə sual izah edəcəm. Əlavə suallarınız və ya aydın olmayan hissələri rəy bölməsində yaza bilərsiniz. Deməli birinci suala baxaq. Birinci sualda a kvadrat plus ab plus b kvadratı surəti hələ ki olduğu kimi saxlayaq. Məxrəcdə a üstü 6 çıxılsın, a kubu vur b kubu var. A kubunu mötərizə xaricdən çıxardaq, içəridə qalır a kubu çıx b kubu. A kubu çıx b kubunu müxtəsər vurma düsturları ilə aça bilərik. A çıx b vurulsun, a kvadrat üstəgəl ab üstəgəl b kvadrat. Surətdə də a kvadrat üstəgəl ab üstəgəl b kvadrat. İxtisarlar gedir. 1 bölünsün a kubu vurulsun a çıx b. Cavabımız olur Y variantı. 2 ilə 3 eynidir. Ona görə 2'yə baxaq. X bölünsün 3y kubunu olduğu kimi saxlayaq. Arada bölmə olanda tərsinə çevirib vururuq. 2y bölünsün x vurulsun x kvadratı böl y kvadrat. İndi ixtisarlarımızı aparanda bu x'lər gedir. Bu y'in biri gedir. Yuxarıda qalır 2x'in kvadratı. Aşağıda qalır 3y'in kubu. Yəni B variantı. Üçüncü misal eyni tipdir. Baxırıq 4'ə. 4 çıxılsın x kvadratı bölünsün 10 plus 5x. Yuxarının müxtəsər vurma düsturlarını açırıq. 2 çıxılsın x 2 plus x kimi. Aşağıda 5'i mötərizə xaricdən çıxardıq. 2 plus x qalır. 2 plus x gedir. Qalır 2 çıxılsın x böl 5. B variantı. 6 eyni tiplidir. Daha doğrusu 5 eyni tiplidir. Baxırıq 6'ya. A üstü 9'u göstəririk. A kubunun kubu kimi. Yəni bunu açanda a kubu çıx 1 vurulsun a üstü 6 plus a kubu plus 1 kimi açırıq. Aşağıda da a üstü 6 plus a kubu plus 1 var. İxtisarlar gedir. Qalır a kubu çıx 1. A variantı. 7 eyni tiplidir. Baxırıq 8'ə. 8'də ilk 2 dənəni bir qruplaşdırıb 3m'i çıxardırıq mötərizənin xaricində. İçəridə qalır 3m çıx 1. Bu 2 dənəni də qruplaşdırıb buradan da n'yi çıxardırıq. İçəridə qalır yenə 3m çıx 1. Məxrəcdə kvadratlar fərqi kimi ayırırıq. 3m çıx 1, 3m üstəgəl 1 bərabərdir. Surətdə görürük 3m çıx 1 var. Çıxartdıq mötərizənin xaricinə. Vurulsun 3m üstəgəl n. Məxrəcdə də 3m çıx 1 vurulsun 3m üstəgəl 1. 3m çıx 1'lər ixtisar gedir. Qalır 3m üstəgəl n bölünsün 3m üstəgəl 1. Variant A. 9 ilə 10 eyni tiplidir. Ona görə 9'a baxırıq. Surətdən -5 mötərizə xaricdən çıxardanda içəridə a çıx 2 qalır. Məxrəc isə bizə a çıx 2'nin kvadratını verir müxtəsər vurma düsturundan. A çıx 2'nin biri gedir. Qalır -5 bölünsün a çıx 2. Mənfini məxrəcə içəriyə vursaq olacaq 5 bölünsün 2 çıx a. D variantı. 10-cu sual eyni tipdir. İndi baxırıq 11'ə. 11-ci sual elədir ki, bunu yoxlamalısınız. Məsələn, bu ikisini qruplaşdırsaz, 8'i çıxardırsaz, amma o tərəfdə 8'lik heç nə olmaz, bu sizə heç nə verməz. 64 ilə 2a kvadratını qruplaşdırsaz, oradan 2'ni çıxardarsınız, 32 qalar, o da sizə heç nə verməz. Ona görə də sizə ən əlverişli olan birinci və dördüncünü qruplaşdırmaqdır. Yəni 64 çıxılsın a kubunu qruplaşdırıb, ortada da
vuruqları qruplaşdırmaq sizə əlverişlidir. 64-ü 4-ün kubu kimi yazıb çıxılsın A kubu ilə qruplaşdıra bilərik. Ortadakı -8A üstəgəl 2A kvadratından -2A-nı çıxarda bilərik ki, içəridə qalsın 4 çıx A. Məxrəci hələ ki olduğu kimi saxlayırıq. Burada həmin bu 4 kubu çıxılsın A kubunu, açırıq 4 çıxılsın A vurulsun. 4-ün kvadratı plus 4A plus A kvadrat. Çıx 2A vurulsun, 4 çıx A. Məxrəc olduğu kimi qalır. Baxıram ki, hər ikisində 4 çıx A var. Çıxartdım mötərizənin xaricinə. İçəridə qaldı 16 üstəgəl 4A üstəgəl A kvadratı çıx 2A. Məxrəc yenə olduğu kimi qalır. Surətdə 4 çıxanı saxladıq, vurulsun. Burada 16, 4A-dan 2A-nı çıxdıq, üstəgəl 2A, üstəgəl A kvadratı, bölünsün məxrəc. İxtisarlarımızı aparırıq. Qaldı 4 çıxılsın A. Yəni C variantı. 12 bunun ilə eyni tipdir. Baxırıq 13-ə. Yuxarıda mən dərsləri izah edəndə uşaqlara da bunu vuruqlara ayırmaq üçün nə etməli olduqlarını izah edirəm. 25 vurulsun 2. Yəni hasili 50, cəmi -15 edən ədədlər -5 -10'dur. Ona görə bunu qruplaşdıranda yazıq 25x kvadratı. -15x'in yerinə -5x çıxılsın 10x yazırıq. Üstəcə 2. Məxrəcdə kvadratlar fərqi kimi açırıq. 5x çıx 1 vurulsun. 5x üstəcək 1 olaraq. Bu ikisini qruplaşdıranda 5x-i çıxardırıq. Mötərizədən xaricdən qalır 5x çıx 1. Burada ikisini qruplaşdırıb -2-ni çıxardırıq. İçəridə qalır yenə 5x çıx 1. Aşağıda 5x çıx 1 vurulsun. 5x üstəcək 1 bərabərdir. Yuxarıda hər ikisində 5x çıx 1 var deyə 5x çıx 1'i çıxardırıq mötərizədən xaricdən. İçəridə qalır 5x çıx 2. Aşağıda da 5x çıx 1 vurulsun. 5x üstəcək 1. Bunlar gedir. Qalır 5x çıx 2 bölünsün 5x üstəcək 1. Y variantı. 14 amma 13 ilə eyni deyil. Fərqlidir. Onda yuxarıdan m-i çıxardırıq. İçəridə qalır m kubu üstəgəl 1. Aşağıda da 2-ni çıxardırıq. Mötərizə xaricdən qalır m kvadrat üstəgəl m üstəgəl 1 bərabərdir. M vurulsun. M kubu plus 1 açırıq. M plus 1 vurulsun. M kvadratı çıx m üstəgəl 1 bölünsün. 2 vurulsun. M kvadrat üstəgəl m üstəgəl 1. Bir dəqiqə. Mən işarədə səhv eləmişəm. Üzrlü say. Mən bunu plus yazmışam. Misalda minusdur. Minus. Burada minus. Onda burada plus. Bəli. Buradan ixtisarlar gedir. Deməli nə qalacaq? İçəri vursaq m kvadrat çıx m böl 2. B variantı. 15, 16 eynidir. Baxaq 15'ə. X üstü 8 çıx 1'i mən aça bilərəm. X üstü 4 çıx 1 vurulsun. X üstü 4 plus 1 kimi. Əsas həll edici məqamlardan biri baxın bu məxrəcdir. Burada görürsünüz ki, var x çıx 2'nin kubu, var 2 çıx x'in kubu. X çıx 2 ilə 2 çıx x bir-birinin əksidir. Burada mənfi çıxarsam x çıx 2 qalacaq. Müsbət ədədin kubu müsbət, mənfi ədədin kubu mənfi olduğuna görə bu ədədlər bir-birinin əksi olur.
Əksi olur deyə bunların cəmi 0-ı verir. Mən bunların üstünə xətt çəkib 0 yazacağım. Məxrəcdə sadəcə x üstü 4 plus 1 saxlayıram. Bunlar da ixtisarcidir. Qalır x üstü 4 çox 1. Cavab bu qədər sadə. Əsas bilməli olduğumuz məqam onların ixtisarc etməsidir. Onda getməyin səbəbi dediyim kimi bir-birinin əksidir. Əks ədədlərdə müsbətin kubu müsbət, mənfinin kubu mənfi olur. Eyni şey 16-da da var, eyni tiplidir. 17-də, 18-də də var. Bax, görürsünüz, x minus 1, 1 minus x. Bu yenə gedəcək 0-a, amma yerdə qalanları vuruqlara ayırıb baxa bilərik. Deməli, yuxarıdan bu ikisini bir qruplaşdıraq. X kvadratın qruplaşdırdı, qaldı x plus 2. Burada da mənfi 16-nı çıxartdıq, qaldı x plus 2. Aşağıda da 9-u 3-ün kvadratı kimi yazsam, bir dəfə olacaq x çıx 1 çıx 3, x çıx 1 üstəgəl 3. Yuxarıdan x plus 2-ni çıxartdıq mötərizənin xaricdən, qaldı x kvadrat çıx 16. Aşağıda x minus 4 vurulsun, x plus 2. X plus 2-lər ixtisar getdi. X kvadrat çıx 16-nı açırıq, x minus 4 vurulsun, x plus 4 kimi. Məxrəcdə x çıx 4 var deyə ixtisar gedir. Qalır sadəcə x plus 4. Variant B. 18 də bununla eynidir. 19 ilə 20 eynidir. 19-a baxırıq. Qüvvətdən üstü ən kiçik olanı mötərizə xaricinə çıxardırıq. Yəni, yuxarıdan a üstü 2-ni çıxardırıq. İçəridə qalır a üstü 2 çıxılsın 1. Səbəb də nədir? Buradakı a üstü 2 plus 2-ni a üstü 2 vurulsun a kvadratı kimi yaza bilərik. Çünki eyni əsasdan qüvvətlər vurulanda üstlər toplanılır. A üstü 2-ni çıxardıq. Aşağıda da yenə a üstü 2-ni çıxardırıq. 2 plus 2-dən 2-ni çıxdım, qaldı a kvadratı. 2 plus 1-dən 2-ni çıxdım, qaldı üstəgəl 2a. Yəni a üstü 1, o da a deməkdir. Burada da üstəgəl 1. A üstü 2 ilə getdi. Yuxarını açırıq, a çıx 1 vurulsun a plus 1 kimi. Aşağıdakı isə bizə verir a üstəgəl 1-in kvadratını. İxtisarlarımızı aparırıq. Qalır a çıx 1 bölünsün a üstəgəl 1. A variantı. 20 də bununla eynidir. Baxırıq 21-ə. Hər ikisində a çıx 1 var, çıxartdıq mötərizənin xaricinə. A çıx 1 üstəgəl 5 qaldı. Aşağıda a üstəgəl 5-in kvadratı çıxılsın, b kvadratı qalır. Bu bərabərdir. Bunu da açırıq, a üstəgəl 5 çıx b, a üstəgəl 5 üstəgəl b kimi. Surət olduğu kimi qalır. İxtisarlarımız yenə gedir. Qalır a çıx b bölünsün a üstəgəl b üstəgəl 5. Y variantı. 22 eyni tipdir. Baxırıq 23-ə. 23-də b üstü 4-ü b kvadratının kvadrata kimi göstərə bilərəm. Bu zaman vuruqlara ayırmaq istəyirəmsə, ortadakı 4b kvadratını göstərəcəm. Müsbət b kvadratı çıxılsın 5b kvadratı. Elə bir ki, oradakı mənfi 4-ü 1 çıx 5 kimi göstəririk. Ki, vuruqlara ayıra bilək. Çünki burada da 5 var. Digər tərəfdən buradakı 4-ü 1 üstəgəl 3 kimi göstərəcəm. Çünki burada 3 var. Vuruqlara ayıra bilim. B kvadratının kvadratı üstəgəl b kvadratı üstəgəl 3b kvadratı plus 3. Və ya bayaq dediyimiz kimi hasili 3 cəmi 4 edən ədədlərdə tapa bilərsiniz. Bu ikisini qruplaşdırıb b kvadrat çıxardırıq. İçəridə qalır b kvadrat plus 1. Buradan da mənfi 5-i çıxardırıq. İçəridə qalır b kvadrat plus 1. Aşağıda bu ikisini qruplaşdırırıq. Qalır b kvadrat. İçəridə qalır b kvadrat plus 1. Üstəgəl bu ikisinə də 3-ü çıxardırıq. Qalır b kvadrat üstəgəl 1.
Hər ikisində b kvadrat üstəgəl 1 var. Çıxartdıq yuxarıdan da, aşağıdan da mötərizənin xaricinə və ixtisarlarımızı aparırıq. Qalır b kvadrat çıx 5 bölünsün. B kvadrat üstəgəl 3. C variantı. Aha, 24 bölünən eynidir. 25 ilə 26 eynidir. Baxırıq 25-ə. X 1-dən böyükdür. Aha. X vurulsun. Modulda 1 çıxılsın x. X kvadrat plus x çıxılsın 2. Deməli, aşağıdan bayaq dediyimiz kimi hasili mənfi 2, cəmi müsbət 1 olan ədədlər kimi parçalaya bilərik. X kvadratı çıx x üstəgəl 2x kimi. Çıx 2. Burada x. Aha, indi mötərizəyə baxırıq. Daha doğrusu modula baxırıq. X 1-dən böyükdür. Burada da 1 çıx x var. 1-dən əgər çıxıramsa 1-dən böyük ədəd, içəri mənfi olacaq. Mənfi olacaqsa yerin dəyişib çıxır. X minus 1 olaraq. Burada da bu ikisini bir qruplaşdırıq. Bu ikisini bir. Qruplaşdırandan sonra məxrəcdə x-i çıxartdıq. İçəridə qalır x minus 1. Üstəcə 2 vurulsun x minus 1. Yuxarıda da x vurulsun x minus 1. Aşağıda hər ikisindən x minus 1-i çıxardıq mötərizənin xaricdən, qalır içəridə x plus 2. Yuxarıda da x vurulsun x minus 1. X minus 1-lər ixtisar gedir, qalır x bölünsün x plus 2. A variantı. 26 eynidir. Baxırıq 27-yə. 27 ilə də 28 eynidir. 27-də 2 üstü n vurulsun. Bu 3 üstü n çıx 1-i göstəririk. 3 üstü n vurulsun. 3 üstü mənfi 1 kimi. Vuran üstlər toplanır çünki. Çıxılsın. 2 üstü n vurulsun. 2 üstü mənfi 1 kimi göstəririk bunu da. Vurulsun 3 üstü n. Aşağıda da 2 üstü n vurulsun 3 üstü n. Baxın yuxarıda əgər ortaq vuruq çıxartmaq istəyirəmsə 2 üstü n, 3 üstü n var. 3 üstü n, 3 üstü n var. Eyni şeylər məxrəcdə də var. Çıxartdım ortaq vuruq. Birincidə qaldı 3 üstü mənfi 1, çıxılsın 2 üstü mənfi 1. Məxrəcdə də ixtisarlarımız gedir. 3 üstü mənfi 1, 3-də 1 deməkdir. Çıxılsın 2 üstü mənfi 1, 2-də 1 deməkdir. Bu da olur 6-da 2 çıxır mənfi 1. Mənfi 6-da 1 D variantı. 28 də bununla eynidir. 29 ilə 30 eynidir. Baxırıq 29-a. A üstü 30-u göstərir. A üstü 11-in kubu kimi. Məxrəcdən də A üstü 11-i çıxardıq mötərizənin xaricinə. Qalır 1 çıxılsın A üstü 11 plus A üstü 22. Bunu kublar cəmi kimi açanda A üstü 11 üstəgəl 1 vurulsun. A üstü 11-in kvadratı A üstü 22. Sonra çıxılsın bunların hamısı üstəgəl 1. Aşağıda olduğu kimi yazırıq. Və yenə ixtisarlarımızı aparırıq. Qalır A üstü 11 plus 1 bölünsün. A üstü 11. Aha, 29-cu sual. B variantı. 30 bununla eynidir. Baxırıq 31. Uşaqlar, 31-ci sualın şərtində səhvlik var. Səbəbini də izah edəcəm indi. A kvadrat çıx 2A-dan A-nı çıxardıq mötərizə xaricinə, içəridə qalır A çıx 2. 18 A çıx 36-dan da 18 çıxardıq, içəridə qalır A çıx 2. İlk ağla gələn odur ki, A çıx 2-ni ixtisar edək, sonra yerdə qalanları yazaq. Amma nəzərə alın ki, misalın şərtində deyir ki,
ixtisar olunmayan düzgün kəsir. A-nın yerinə 18-ə qədər, düzgün kəsir olması üçün 18-ə qədər nə qoysaq, bu A-çıq-2-lər istənilən vəziyyətdə ixtisar edəcək. Yəni, söhbət natural ədədlərdən gedir ki, 18-ə qədər istənilən natural ədədi qoyanda bu A-2-lər ixtisar edəcək. Ona görə də bu sualın şərtində səhvlik var. Yəni, əgər desəydi ki, sadələşdirdikdən sonra ixtisar olunmayan düzgün kəsir, bunları ixtisar edib yerdə qalanı götürə bilərdik. Amma sadələşdirdikdən sonra demirdi, bu sualın şərtində səhvlik var. Yəni, A-nın 18-ə qədər ki, istənilən qiymətində ixtisar edəcək. Baxırıq 32-yə. 32 də 33-lə eynidir. 9m üstəgəl 18, 9-u çıxardıq, içəridə qaldı m plus 2. Aşağıda da hasili 10, cəmi 7 olacaq. 2 ilə 5, yəni m kvadrat üstəgəl 2m, üstəgəl 5m plus 10 bərabərdir. 9 vurulsun m plus 2. Aşağıda bu ikisini qruplaşdırıb m-i çıxartsam m plus 2. Bu ikisini qruplaşdırıb 5-i çıxartsam yenə m plus 2. Aşağıda hər ikisində m plus 2 var. Çıxadıram mötərizənin xaricinə. Vurulsun m üstəgəl 2. M üstəgəl 2-yə gedir. Qalır 9 bölünsün m plus 5. Mənə deyir ki, m-in neçə tam qiymətində ifadənin qiyməti tam ədəddir. Yəni, m plus 5 9-a bölünən tam ədədlərdir. Birinci müsbətləri yazacaq. 1, 3, 9. Sonra mənfi 1, mənfi 3, mənfi 9. Amma nəzərə alaq ki, burada məxrəcimiz sıfırdan fərqli olmalıdır. Həm 2-dən, həm 5-dən. Yazıram, m fərqlidir, mənfi 2. Daha doğrusu, m fərqlidir, mənfi 5. Buradan m-i tapmaq istəyirəmsə, 1-dən 5 çıxıram, mənfi 4, 3-dən 5 çıxıram, mənfi 2, 9-dan 5 çıxıram, 4, mənfi 1-dən 5 çıxıram, mənfi 6, mənfi 3-dən 5 çıxıram, mənfi 8, mənfi 9-dan 5 çıxıram, mənfi 14. Biz dedik ki, mənfi 2 və mənfi 5-dən fərqli olmadı, ona görə mənfi 2-ni götürmürük. Mənfi 4, müsbət 4, mənfi 6, mənfi 8, mənfi 14 oldu. 5 dənə tam qiymətində. 33 isə bununla eynidir. Keçirik 34, 35. 34 da 35 ilə eynidir. Baxırıq. Otuz dörddə hasili mənfi 4, cəmi mənfi 3 edən ədədlər olacaq mənfi 4, müsbət 1. Yəni, y kvadratı plus y çıxılsın 4y çıx 4. Aşağıda da b-ni, baxın, vuruqlara ayıra bilmək üçün kök altda b-nin kvadrata kimi göstərilir. Yəni, y kvadrat çıxılsın kök altda b-nin kvadrata kimi. Yuxarıdan bu ikisini qruplaşdırıb y-i çıxardıq, mötərizə xaricdən qalır y üstəgəl 1. Bu ikisini qruplaşdırıb mənfi 4-ü çıxardıq, qalır y üstəgəl 1. Aşağıda da bunu açırıq, y çıxılsın kök altda b vurulsun, y üstəgəl kök altda b olaraq. Yuxarıdan nə edirik? Y plus 1-ləri çıxardırıq mötərizənin xaricinə. Vurulsun y çıx 4. Aşağıda da y plus kök altda b, y minus kök altda b. Baxın, ilk şərtimiz bunların ixtisar getməsidir. Deyir ki, rasional kəsirin ixtisar olunması üçün. Onda plusla plus ixtisar gedər deyə düşünürük. Və kök altda b-nin yerində 1 olar. Birinci halda. Bu zaman b özü də 1 olar. İkinci halda y çıx 4-ün yerində y çıx kök altda b olarsa, deməli, kök altda b-nin yerində 4 dayanır. Kvadratda da yüksəldəndə b-nin yerində 16. Deməli, 16 və 1 ala biləcək qiymətlərin cəmi 17. İxtisar gedə bilməsi üçün. 35 də bununla eynidir. Baxırıq 36-ya. Dedim ki, 36-nı buradan yazaq. Nə deyir 36-da? Deyir ki, ifadənin mənası yoxdur. Baxın, o sizə verilən misal 36-dakı
5 vurulsun. Üstü mənfi üstü deyək. 1 bölünsün p kvadrat çıx 25-in başında kub. Belə olur. Məxrəc əlbəttə ki 0 ola bilməz. Ona görə də p kvadrat çıxılsın 25 fərqlidir 0-dan. Bunu açanda p çıx 5 vurulsun p plus 5 fərqlidir 0-dan. Bu onu göstərir ki p həm 5-dən fərqlidir, həm mənfi 5-dən fərqlidir. Deyir, hansı müsbət qiymətin mənası yoxdur. Mənası sıfıra çevirən qiymətdə mənası olmaz. Müsbət dediyinə görə də p 5 olanda ifadənin mənası olmur. 37 də bununla eynidir. Belə növbəti izahlarda görüşənə qədər.